Boşanmaların yüksək faizi maddi problemlərə görədir. Mən bununla razı deyiləm. Burada psixoloji problemlər var, sosioloji problemlər var. Gəlin statistika araşdırmaları edək, görək Azərbaycanda boşanan ailələrin neçə faizi sırf maddi sıxıntıya görə boşanır. Əgər belə olsaydı, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində Azərbaycandakı əhalinin gərək ailələrin 90% boşanardı. Çünki 60-cı illərdəki problem indikindən çox idi maddi problemlər. Ötən əsrin 60-cı illərindən. Və ana başı da siz bilirsiniz ki 6,7 uşaq düşürmüş. İndi 1,6-dır. O qədər yeni başlanır. Yəni həm çox uşaqlı olurdular, həm sədaqətli olurdular. Ailələrin boşanmasının problemi sədaqət problemidir, vəfadarlıq problemidir, bir-birini yola verməmək problemidir, bu psixoloji problemlərdir. Amma 500-600 manat maaşla bir gənc ailə qura bilərmi? İndi sizə sual verirəm. Burada problem 500-600 manat maaş məsələsi deyil. Problem o gəncin həyata baxış məsələsidir.